Əgər bir insan səninlə bir gün boyunca danışmadan qala bilirsə, bu artıq bir cavabdır. Nə bir mesaj, nə bir zəng, nə də bugün çox məşğulam, sonra danışarıq demək. Sadəcə səssizlik. Və özünü aldatma. Yəqin işi çoxdur, bəlkə yorulub, bəlkə indi zamanı yoxdur demə. Çünki hər kəs məşğuldur. Amma insan dəyər verdiyi birini tamamilə yox saymaz. Bir mesaj yazmaq saatlar almır. Səni düşünürəm demək çətin deyil. Bugün danışa bilməyəcəm, amma sonra yazacağam demək böyük bir fədakarlıq deyil. Bunlar münasibətdə lüks deyil. Bunlar ən sadə diqqətdir. Əgər ortada heç bir xəbər yoxdursa, heç bir izah yoxdursa, heç bir cəhd yoxdursa, sən qarışıqlığın içində deyilsən. Sən cavabın içindəsən. Bəzən insan sənə sözləri ilə yox, susmağı ilə də çox şey deyir. Çünki həqiqətən danışmaq istəyən insan yol tapar. Bəhanə yox, vaxt yaradar. Bir saniyəlik də olsa səni unutmadığını hiss etdirər. Ona görə artıq özünü yorma. Mesaj gözləyə-gözləyə dəyərini ölçmə. Səssizliyi sevgi kimi yozma. Əgər biri sənsiz bir günü rahat keçirə bilirsə, bəlkə də sən onun həyatında düşündüyün qədər önəmli yerdə deyilsən. Əgər bir insan səninlə